أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Yenidən xoş gəldin Song. Sənin üçün darıxmışdıq. Beləliklə bugün 5-ci mühazirəyə keçəcəyik. Hermesin təlimləri haqqında danışdığımız seriyamıza davam edəcəyik və bunun əslində bütün İbrahimi dinlərin təməli olduğunu və onlarla uyğun gəldiyini sübut edəcəyik. Həmçinin onun əslində İbrahimi bir peyğəmbər, yəni Yəhudi, Xristian, İslam ənənəsinə aid bir peyğəmbər olduğunu göstərəcəyik. 5-ci fəsil və ya 5-ci mühazirə belə adlanır. Batin olsa da Allah ən zahirdir. Yəni o heç bir yerdə görünməsə və heç bir yerdə fiziki olaraq təzahür etməsə belə, əslində o ən çox təzahür edəndir. Beləliklə, bu fəsil Hermesin oğlu Tat ilə söhbətin davam etməsi ilə başlayır və o deyir: Tat, bu təlimi də səninlə bölüşəcəyəm. Beləliklə sən adsız Tanrının sirlərinə nabələd olmayacaqsan. Və şübhəsiz ki, bu Əhməd Əl-Həsən əleyhissalamın Tövhid kitabında sonda Allahın həqiqətinə toxunarkən ona necə sadəcə huvə, yəni o deyə müraciət etməli olduğumuzu bildirməsi ilə böyük bir paralellik təşkil edir. Elə deyilmi? Və bu həmçinin Tövratdakı hekayə ilə bir növ uzlaşır. Tanrı Musa ilə görüşəndə Musa onu necə adlandıracağını bilmir. Hətta Tanrının adının nə olduğunu bilmir. Tanrı adsız bir Tanrıdır. Və Musa ondan soruşur: Əgər İsrail övladları məndən səni kim göndərdi, deyə soruşsalar, nə deməliyəm? Və o dedi, onlara de ki, mənəm, səni göndərib. Diqqət et, çoxlarına görünməz olan sənə necə ən aydın olacaq. Əgər o tam görünsəydi, yaradılmış bir şey olardı. Bütün yaradılmış şeylər vücuda gəlir və yox olub gedir. Görünməz olan isə vücuda gəlmir. O sadəcə olaraq həmişə var və başqa hər şeyin görünməsini təmin edir. Tanrı yaradılmayıb və yaradılış şeyləri kimi görünən deyil. Hər şeyi düşünərək varlığa gətirməklə o onları üzə çıxarır. Onun düşünməsi onun yaratmasıdır. Bax, burada çox böyük hikmət var. Və indi burada öyrəndiyimiz qızıl bir qaydamız var və o da budur ki, gözlərimizlə görə bildiyimiz hər hansı bir şey əsla uca Allah ola bilməz. Çünki gözlərimizlə görə bildiyimiz bütün şeylər, əgər bu barədə düşünsək, düzəldilmiş bir şeydir, bir vaxtlar mövcud olmayan və bir zaman sonra da mövcud olmayacaq bir şeydir və beləliklə onun bu fiziki aləmdəki varlığı məhduddur və o, Tanrı ola bilməz. Odur ki, yaradılmayan yeganə varlıq, düşüncə ilə yaradılan hər şeyin fövqündədir və görünməz olaraq qalır. Lakin o, hər şeyi düşünərək varlığa gətirdiyi üçün, özünü bütün şeylər vasitəsilə, xüsusilə də seçdikləri vasitəsilə göstərir. Beləliklə burada görürük ki, biz hamımız Tanrının təxəyyülündə yaşayırıq. Biz hamımız sadəcə Tanrının düşüncələriyik. Tanrı bizi düşündüyü anda biz var olduq və o, özünü hər şey vasitəsilə, kollektiv olaraq kainatın bütün nizamı vasitəsilə göstərir. Lakin o, təcəlli etmək üçün bəzi şeyləri xüsusi olaraq seçir. Elə isə Tat, tək ataya, bir olanın mənbəyinə dua et ki, sənə rəhm etsin. Belə ki, onun nurunun tək bir şüası sənin ağlını toxuna bilsin. Yalnız düşüncə görünməzi görə bilər. Çünki düşüncənin özü görünməzdir. Məntiqlidirmi? Əgər bacarsan, o özünü sənin ağlının gözlərinə göstərəcək. O özünü heç kimdən gizlətmir, əksinə bütün dünya vasitəsilə özünü aşkar edir. Bu, mənə Muhammed və Ali Muhammed əleyhissalamdan olan bir rəvayəti xatırladır.
Bir nəfər Əmir əl-Möminin Əli ibn Əbu Talibin yanına getdi və ondan soruşdu ki, ibadət etdiyin Allahı heç görmüsənmi? İmam Əli əleyhissalam isə dedi, mən görmədiyim bir Allaha əsla ibadət etmərəm, lakin mən onu bioloji gözlərimlə deyil, qəlbimin gözü ilə görürəm. Beləliklə, Allah qəlbin gözləri, ağlın gözləri ilə görülə bilər, lakin əsla bioloji gözlərlə görülə bilməz. O, özünü heç kimdən gizlətmir. O, onu görmək istəyən heç kimdən özünü gizlətməz. Hər kəsin ədalətli imkanı var. Lakin o, özünü bütün dünya vasitəsilə aşkar edir. Sən düşünə, qavraya və daxilindəki Tanrının surətinə birbaşa baxa bilərsən. Amma əgər sənin daxilində olan sənə gizlidirsə, sənin daxilində olan necə sənin zahiri gözlərini görünəcək? Əgər onu görmək istəyirsənsə, günəşi düşün. Ayın seyrini düşün, ulduzların nizamlı yolunu düşün. Bu nizamı kim qoruyur? Hər bir nizamın məkan və say baxımından hüdudları var. Günəş səmavi tanrıların ən böyüyüdür. Qalan şeylər hamısı bir krala təslim olan kimi ona boyun əyirlər. Lakin bu böyük varlıq kiçik ulduzların onun üzərində dövr etməsinə icazə verir. Kimə hörmətindən və ya kimin qorxusundan bunu edir? Hər bir ulduz bir-birinə bənzəməyən, bərabər olmayan, fərqli orbitlərdə hərəkət edir. Onların bu orbitlərini və hüdudlarını kim təyin edir? Öz oxu ətrafında dönən və bütün dünyanı, bütün göy üzünü döndürürmüş kimi görünən, o ayı bürcünü düşün. O kimin alətidir? Dənizin sahilini kim müəyyən etdi? Yerin məskənini kim təyin etdi? Bütün bunların bir yaradanı və Rəbbi var. Say, məkan və ölçü bir yaradıcı olmadan mövcud ola bilməz. Nizamsızlıq öz-özünə nizam yarada bilməz. Hətta nizamsızlıq belə ona hələ nizam verməmiş olan Rəbbin tabeliyindədir. Yəni Hermes demək istəyir ki, Tanrı özünü qəlbi və zəkası ilə görə bilənlərə çox aydın şəkildə göstərir. Əgər onlar məkandakı nizamı, rəqəmləri və hər şeyin necə işlədiyini dərk etsələr, görərlər ki, heç bir şey xaotik deyil. Kaş ki, qanadların olaydı, havaya qalxaydın və yerlə səma arasında, yerin möhkəmliyinə, dənizin axışına, geniş havaya, atəşin surətinə, ulduzların orbitlərinə və göy üzünün sürətli dövranına nəzər salaydın. Birinin hər şeyə hökmranlıq etdiyini görmək nə mübarək bir mənzərədir. Bütün bu şeylərin necə mükəmməl hərəkət etdiyini təsəvvür edin. Əgər ay bizə biraz daha yaxın, sadəcə biraz daha yaxın olsaydı, günəşin qarşısını indiki kimi kəsməzdi. Əgər biraz daha uzaq olsaydı, yenə də indiki kimi günəşin qarşısını kəsməzdi. Nəticədə okeanlar yer üzünə daşardı. Bu kütləvi dağıntıya səbəb olardı. Yerin özü xaosa qərq olardı. Deməli, hər şey mükəmməl şəkildə dizayn edilib. Hər şeyə hökm edən, o tək olanı, hər şeyi hərəkətə gətirən, o hərəkətsiz olanı, dünyanın nizamında görünən və görünməyəni görmək nə mübarək bir mənzərədir. Əgər onu yer və dənizdəki fani şeylər vasitəsilə görmək istəyirsənsə, ana bətnində formalaşan uşağı düşün. Bu ilahi surəti formaya salanın sənətini araşdır. Gözlərin dairələrini kim çəkir? Burun dəliklərini və qulaqları kim açır? Ağzı kim açır? Sinirləri kim uzadıb bir-birinə bağlayır? Damarları kim düzür? Sümükləri kim bərkidir? Əti dəri ilə kim örtür? Barmaqları və oynaqları kim ayırır? Dabanları kim genişləndirir? Kanalları kim oyur? Dalağı kim yayır? Ürəyi piramida kimi kim qurur? Qabırğaları kim uyğunlaşdırır? Qaraciyəri kim genişləndirir? Ağciyərləri kim süngər kimi edir? Qarnı kim genişləndirir? Görünməli olanı kim aşkar edir və görünməməli olanı kim gizlədir? Bir maddə üzərində neçə sənətin işlədiyini bir plana görə neçə əməyin sərf olunduğunu gör. Gözəl, ölçülü, lakin müxtəlif. Bütün bunları kim yaratdı?
Hansı ata və ya ana bunu edə bilər? Bunu ancaq öz iradəsi ilə hər şeyi var edən, o görünməyən Tanrıdan başqa kim edə bilər? Heç kəs deməz ki, bir heykəl və ya rəsm əsəri heykəltaraş və ya rəssam olmadan öz-özünə yaransın. Məgər belə bir əsər bir sənətkar olmadan mövcud ola bilərmi? Bu nə korluq, bu nə dinsizlik, nə cəhalətdir. Heç vaxt, oğlum, əsərləri onun yaradıcısından ayırma. O bütün adlardan daha ucadır. Hər şeyin atasıdır. Həqiqi ata yalnız odur və atalıq etmək onun işidir. Cəsarətlə deyə bilərəm ki, onun varlığının özü bütün şeyləri düşünmək və onları yaratmaqdır. Onun mahiyyəti yaratmaqdır. Buna görə də onun adlarından biri yaradandır. Necə ki, yaradansız heç nə ola bilməz. Eləcə də, o heç vaxt hər şeyi yaratmadan durmaz. Deməli, Tanrı daim yeni şeylər yaratmaq halındadır. Yeni şeylərin vücuda gəlməməsi qeyri-mümkündür. Çünki Tanrının təbiəti budur. Necə ki, yaradansız heç nə ola bilməz. Odur ki, o heç vaxt hər şeyi yaratmadan durmaz. Səmada, havada, yerdə, dənizdə, bütün kosmosda olan və hələ olmayan hər bir hissədə. Dünyada elə bir şey yoxdur ki, ona məxsus olmasın. O həm var olan, həm də var olmayandır. Var olanı o zahir edir. Var olmayanı isə o öz batinində saxlayır. O, hər addan uca olan, görünməz və ən çox görünən Allahdır. Ağılla qavranılır və həmçinin əsərlərində görünür. Cisimsizdir, amma eyni zamanda hər cismin içindədir. Onun özünə məxsus bir cismi yoxdur. Lakin əslində bütün cisimlərin içindədir. Və bu, bizə Bhagavad Gita'dan Krishnanın bütün canlıların qəlbində mövcud olduğunu açıq şəkildə bildirdiyi təlimi xatırladır. Onun olmadığı heç nə yoxdur. Elə bir şey yoxdur ki, o olmasın. Tanrı hər şeydir, bütün şeylər onun içindədir. O da bütün şeylərin içindədir. Beləliklə, o hər şeyin atası kimi bütün adlara sahibdir və həmçinin heç bir adı yoxdur. Çünki o, onların hamısının atasıdır. Sənin mədhini kim oxuya bilər? Sənə kim nəğmə qoşa bilər? Hara baxım, yuxarı, aşağı, daxilə, xaricə. Sənin ətrafın yoxdur, hər şey sənin içindədir və hər şey səndəndir. Sən hər şeyi verirsən və heç nə almırsan, çünki sən hər şeyə sahibsən və səndən kənarda heç nə yoxdur. Və aydındır ki, bu o mənadadır ki, biz hamımız Tanrının ağlının, Tanrının təxəyyülünün daxilində mövcuduq. O, həmin kəsdir ki, bir fikir kimi, bir anlayış kimi bizi dünyaya gətirdi. Ata, sənə nə vaxt nəğmə oxuyum? Heç kim sənin saatını və ya vaxtını tuta bilməz. Nə oxuyum? Sənin yaratdıqlarını, yoxsa yaratmadıqlarını? Sənin göstərdiklərini, yoxsa gizlətdiklərini? Sənə necə nəğmə oxuyum? Özüm kimi, nəyəsə sahib olan kimi, yoxsa səndən başqası kimi? Çünki mən nəyəmsə, sən osan. Nə edirəmsə, sən osan. Nə danışıramsa, sən osan. Sən hər şeysən. Buradakı bu xüsusi sətir mənə İmam Əhməd Əl-Həsən əleyhissalamın Tövhid kitabındakı sözlərini və təlimlərini çox xatırladır. O necə deyirdi ki, bizim tərifə layiq olduğumuz heç nə yoxdur. Bizdən gələn hər bir şey Allahdandır. Hətta ona itaət etməkdə, ona dua etməkdə, onu tanımaqda və ya hər hansı bir xeyir iş görməkdə də bizə müvəffəqiyyət verən odur. Beləliklə, əslində işin lap sonunda bütün bu əməlləri geri verən də, onları öz həqiqi sahibinə aid edən də, bizdən gələn pisliklərdən başqa heç nəyimiz qalmır. Biz bir heç oluruq. Sən hər şeysən, sənin olmadığın heç nə yoxdur. Sən var olansan və hələ var olmayansan. Düşünəndə ağıl, yaradanda ata, fəaliyyət göstərəndə Allah, hər şeyin xeyri və yaradıcısısan. Çünki maddənin ən incə hissəsi havadır. Havadan incə ruhdur. Ruhdan incə ağıldır və ağlın fövqündə Allahdır.
Və burada sizə Allah ilə ruh arasındakı fərqi bir növ göstərmək və təsvir etmək üçün kiçik bir nümayiş var. Bu günəşin şəklidir və o atanı, Allahı təmsil edir. Yaxşı, biz ruhlar günəşin şüaları kimiyik. Günəşin şüaları günəş deyil, lakin onlar günəşdən doğulublar. Onlar yalnız günəşə görə mövcuddurlar. Onlar günəşdən saçırlar. Amma heç kim deyə bilməz ki, şüalar günəşdir. Biz bu fiziki dünyaya daxil olanda Hermesin dediyi odur ki, bu rəngli şüşələrdən keçən günəş şüalarına bənzəyir. Bir vaxtlar saf və ağ olan şüalar şüşədən keçdikdən sonra indi nə qazanıblar? Rəng qazanıblar. Bu rənglər nədir? Bunlar bədən vasitəsilə və həmçinin tali vasitəsilə pərdələnməklə bu maddi dünyaya daxil olarkən üzərimizə həkk olunmuş xüsusiyyətlər, cizgilərdir. Ulduzların bizə yüklədiyi şeylər, müxtəlif ambisiyalar, qazandığımız xüsusiyyətlər bu kimi şeylərdir. Beləliklə, günəş Allah üçün bir metaforadır. Günəş şüaları ruh üçün bir metaforadır. Və rəngli şüşələrdən keçən günəş şüaları maddi dünyadakı ruh üçün bir metaforadır. Yaxşı? Günəş şüaları bədəndən kənarda günəşə bağlıdır. Günəş şüaları günəşdən uzaqda, maddi dünyanın daxilində tələyə düşüb. Sürgün edilib. Yaxşı? Məntiqlidir. Bəli, başqa cür baxsaq Allah ağıldır. İnsanın ruhu ölüm və yuxu hallarında rəngli şüşələrdən geri çəkilir və fiziki gözlər əvəzinə ağlın gözü ilə görülür. Yəni o ruh formasındadır. O saf formadadır. İnsan, yəni Tanrının ağlının yaradılışı, bu fiziki dünyada oyaq olarkən rəngli şüşələrdən və ya fiziki gözlərdən və bədənin məhdudiyyətlərindən keçən bir ruh və ya günəş şüasıdır. Və buna görə də İmam Əli əleyhissalam buyurub, insanlar sağ olduqları müddətcə yuxudadırlar, öləndə oyanarlar. Çünki həqiqi oyanıqlıq odur ki, biz burada fiziki yuxu halındayıq. Lakin ruhumuz orada azad və oyaqdır və həmçinin Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub, yer üzündəki həyat bir mürgüləmədir, ölüm ruhun oyanışıdır. O həmçinin buyurmuşdur, ölmədən öncə ölün. Özünüzü nura yapışmış rənglərdən yaxud ruhunuza yapışmış o şeytani və ya kosmik pərdələrdən soyub təmizləmək üçün ölmədən öncə ölün. Deməli, ölmədən öncə ölmək hərfi mənada hələ sağ ikən rəngsiz, ruh formamıza daha çox bənzəməyə çalışmaqdır. İndi hermetik terminlərlə oyanmaq, mərifət nədir? O xatırlamaqdır. Və bu son 4 mühazirə ərzində kollektiv şəkildə üzərində keçdiyimiz şeydir. Mənşəyini xatırlamaq, dərk etmək ki, sənin həqiqi mənliyin nurdan və həyatdandır. Sən dərk etməlisən ki, ağıldan, görünməz olandan bir şüasan və içində hərəkət etdiyin dünya ilahi ağlın daxilindəki bir təzahürdür. Və o yekun real dünya deyil, sən açıq-aşkar bir illüziyanın içindəsən. Şüşələrin təsirindən çıxaraq, işığın onlarla rənglənməməsi üçün yazılarda enerji verici adlandırılan qədərə bağlanmış 7 planetar vərdiş şablonlarını şuurlu şəkildə geri qaytarmalısan. Bu birinci fəsildə və ya birinci xütbədə təsvir olunan daxili yüksəlişdir. Üçüncü isə qədərin deyil, ilahi təqdirin altında yaşamaqdır. Ağıl, yəni müqəddəs qədəh tərəfindən aydınlandığımızda, biz o astral qarışıqdan bizə həkk olunmuş şeylərdən daha çox ağlımızla hərəkət edirik. Etika, təqva, şükür, gözəl əxlaq bu halın praktik əlamətləridir. Beləliklə, Əhməd Əl-Həsən əleyhissalamın bəhs etdiyi, həyatımızın gedişatını diktə edən 89%lik müəyyən bir taleyimiz olsa,
Biz hələ də zülmət pərdələrini söküb atmaqla və özümüzü nur pərdələrində vəftiz etməklə bunun böyük bir hissəsini yenidən təsir etmək, onu yenidən yazmaq və nəzarəti ələ almaq qabiliyyətinə malikik. Bənzərlik vasitəsilə birlik. İndi burada bir çox insanın çaşqınlıq yaşadığı bir anlayış var. Bir çox yeni dövr təlimləri var ki, orada deyirlər, sən Tanrı olduğunu dərk etməli, Tanrı ilə bir ola biləcəyini dərk etməlisən. Bu reallıqdır. Hermes deyir ki, əslində Tanrı ilə bir vəhdət baş verir və bu, oyanmağın, aydınlanmağın bir hissəsidir. Lakin bu bənzərlik yolu ilə vəhdətdir. Və bu, o deməkdir ki, sən batin olan mənbəyə çevrilmisən. Sən Tanrı olduğun həqiqətinə oyanmırsan, lakin sən ona bənzər olursan. Saf, sadə, nurlu olur, qarşıqlıq və ehtirasla deyil. İlahi iradə ilə, ahəngdarlıq içində olursan. Bu isə o deməkdir ki, mərifətin bu təsviri istənilən digər dindən daha çox İslamdakı mərifət təsvirinə bənzəyir. Bəs aydınlanma nədir? Sənin Allahın elmi daxilində bir qığılcım olduğunu bilmək və o qığılcımı bütün qarışıqlıqlardan təmizləməkdir. Buna görə də ölmədən öncə ölməkdir. Ta ki, bütün o şeytanlar, cəhalətin bütün o mənfi xüsusiyyətləri təmizlənənə və ruh rəngsiz olaraq parlayana qədər. Yaxşı, deməli burada əlimizdə nə var? Tövhid kitabında Huvə var. Allah olaraq təzahür edir və məxluqat içində Allah, bu kollektiv xüsusiyyətlər kamil xəlifə Muhammed olaraq təzahür edir. Vəsf oluna bilməyən Allah özünü xeyir, mərhəmət, səxavət və s. kimi başa düşülə bilən xüsusiyyətlər olaraq təzahür etdirir. Və bunların hamısı Allahın qabı olaraq təzahür edə bilir. Hermetik düşüncədə də bu tamamilə eyni şeydir. Hermes və hermetik yazılar öyrədir ki, əslində hər dövrdə və əsrdə Tanrıdan bir nümayəndə və ya ağıldan bir nümayəndə mövcuddur. Və bu lap birinci xütbədə çox aydın şəkildə qeyd olunan bir şey idi. O zaman ki, ağıl Hermesdən bir qab kimi istifadə etdi və ona getməyi, onun iradəsini yerinə yetirməyə başlamağı və insanları oyatmağı əmr etmişdi. Beləliklə, ata özünü ağıl olaraq tanıtdı və ağıl insan qabına büründü. Deməli, həm İslamda, həm də hermetik təlimlərdə eyni şey baş verir. İndi isə Tövhid kitabından Əhməd Əl-Həsən əleyhissalamdan bildiyimiz bir şey var. O, sadəcə Allahın özünü Muhammed olaraq təzahür etdirməsindən danışmadı. O, həm də Bismillahirrahmanirrahim haqqında danışdı. O, Allah, Rəhman və Rəhim haqqında danışdı. Biz bilirik ki, Allah sözü əslində vahid, qəhhar, Rəhman, Rəhim mənalarını verir. Bunlar əslində burada əhatə olunan və Allahın bir parçası olan adlardır. Allah yaradılışda Muhammed olaraq təzahür edəndə, Muhammed həm də Rəhman və Rəhimdir. Lakin Əhməd Əl-Həsən əleyhissalam deyir ki, bu fərdi xüsusiyyətlər əslində həm də digər şəxslər olaraq təzahür edir. Beləliklə, Rəhman başqa bir şəxs, Əli ibn Əbu Talib əleyhissalam olaraq təzahür edir. Rəhim isə Fatimə-i Zəhra əleyhissalam olaraq təzahür edir. İndi bununla bağlı vacib olan odur ki, artıq sadəcə kollektiv deyil, fərdi xüsusiyyətlər də yaradılışda təzahür edir. Və biz eyni şeyi imamlarda, əleyhissalamlarda çox aşkar şəkildə görürük. Sadiq, doğru danışan, baqir, yarıb açan, hadi, hidayət edən. Bunların hamısı Allahın bir parçası olan ilahi adlardandır, elə deyilmi? Amma onların hamısı fərdi olaraq insanlar şəklində təzahür edirlər. Sadiq Cəfər olaraq təzahür edir. Baqir Muhammed olaraq təzahür edir. Hadi Əli Əl-Hadi olaraq təzahür edir, elə deyilmi? İndi gəlin Bibliyaya baxaq. Luka 13-cü fəsil 11-13-cü ayələrdə zehni və fiziki zəiflik ruhundan bəhs edən bir hissə var. Bu nədir? Orada 18 ildir ki, bir ruh tərəfindən şikəst edilmiş bir qadın var idi. O 2 qat əyilmişdi və heç sürə düzələ bilmirdi. İsa onu görəndə onu yanına çağırdı və ona dedi:
Qadın, sən xəstəliyindən azad edildin. Sonra əllərini onun üzərinə qoydu və o dərhal düzəldi və Tanrıya həmd etdi. Beləliklə burada bir ruha, zehni və ya fiziki zəiflik ruhuna istinad var. Gəlin davam edək. Daha sonra Bibliyada Mark 9-cu fəsildə lallıq və karlıq ruhu olan bir şeyə istinad var. İzdihamın içindən bir nəfər cavab verdi. Müəllim, mən oğlumu sənin yanına gətirdim. Ona danışmağa mane olan bir ruh girib. O, onu harada tutsa yerə çırpır. Onun ağzı köpüklənir, dişlərini qıcadır və bədəni qıc olur. Mən şagirdlərindən ruhu qovmalarını xahiş etdim, amma bacarmadılar. İsa cavab verdi, ey imansız nəsil, nə vaxta qədər sizinlə qalacağam, nə vaxta qədər sizə dözəcəyəm. Uşağı mənim yanıma gətirin. Beləliklə onu gətirdilər. Ruh İsanı görəndə dərhal uşağı qıc olmaya saldı. Yaxşı, bir dəqiqə gözləyin, biz həqiqətən burada nə baş verdiyinə diqqət yetirməliyik. Baş verən odur ki, bir xəstəlik var, lallıq və karlıq və bir ruh var və ruha lallıq və karlıq ruhu kimi istinad edilir. Və o, İsa ilə ünsiyyət qurur və ruh insanın içində olanda xəstəliyə səbəb olur. O, insandan çıxanda xəstəlik sağalır. O, yerə yıxıldı və ağzı köpüklənərək yuvarlandı və İsa uşağın atasından soruşdu. Nə vaxtdan bu haldadır? Uşaqlıqdan deyə cavab verdi. O, onu öldürmək üçün tez-tez oda və ya suya atır. Əgər bir şey edə bilirsənsə, bizə rəhm et və köməklik et. İsa dedi, əgər edə bilirsənsə, iman gətirən üçün hər şey mümkündür. Dərhal uşağın atası qışqırdı. Mən iman gətirirəm, imansızlığıma qalib gəlməyə kömək et. İsa izdihamın hadisə yerinə qaçdığını görəndə natəmiz ruhu danladı. Sən kar və lal ruh, dedi. Sənə əmr edirəm, ondan çıx, bir daha ona girmə. Deməli, əslində karlıq və lallıq uşağın karlığı və lallığı deyildi. Bu ruhun karlığı və lallığı idi. Və ruh uşağa daxil olanda, ruhun xəstəlikləri uşağı müşayiət etdi və ona keçdi. Ruh çığırdı, onu şiddətlə sarsıtdı və çıxdı. Uşaq meyitə o qədər bənzəyirdi ki, çoxları o öldü dedi. Lakin İsa onun əlindən tutub ayağa qaldırdı və o ayağa qalxdı. Yaxşı, deməli indi bizdə zehni zəiflik ruhu, lallıq və karlıq ruhu var. Bibliyada korluq ruhunun olduğu başqa bir hadisəmiz də var. Bəs qısqanclıq ruhu necə? Aman Allahım, Tövratda Sayılar kitabı 5-ci fəsil 14-15-ci ayələrdə deyilir. Əgər qısqanclıq ruhu onun üzərinə gələrsə, o özünü ləkələnmiş arvadına qısqanclıq edərsə və ya əgər qısqanclıq ruhu onun üzərinə gələrsə və o özünü ləkələnməməsinə baxmayaraq arvadına qısqanclıq edərsə, o zaman kişi arvadını kahinin yanına gətirməlidir. O qadın üçün tələb olunan təqdimatı gətirməlidir. Ayə davam edir. İndi burada vacib olan və qeyd etməli olduğumuz məqam budur. Bibliya əslində bizə deyir ki, yaşadığımız bu qısqanclıq hissi sadəcə bir hiss deyil, bu bir ruhdur. Bu bir varlıqdır. Bu, həmin anda bizi sahiblənən, damarlarımızda axan və bu hissi keçirməyimizə səbəb olan ağıllı bir ruhani varlıqdır. Fahişəlik ruhu. Xalqım taxta bütlə məsləhətləşir və falçı əsası onlarla danışır. Fahişəlik ruhu onları yoldan çıxarır. Onlar tanrılarına xəyanət edirlər. Və sonra Huşa 5:4-də deyilir, əməlləri onlara tanrılarına qayıtmağa imkan vermir. Fahişəlik ruhu onların qəlbindədir. Onlar Rəbbi tanımırlar. Beləliklə, indi fahişəlik ruhu var. İnsan xəyanətkar olanda, pis insan kimi davrananda bu ona qalib gələn bir ruhdur.
Kədər ruhu. Yeşaya 61-ci fəsil 3-cü ayədə deyilir: Siyonda yas tutanları təmin etmək, kül yerinə çələng, yas yerinə sevinç gətirən məs yağı, kədər ruhu əvəzinə həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün onlara Rəbbin əkdiyi salihlik paltarları deyiləcək. Beləliklə, hətta bir insan kədər hiss edəndə, təslim olanda, çarəsizliyə qapılanda belə bu sadəcə insanın depressiya halında olması demək deyil. Bu ona sahiblənən və ona bu şəkildə hiss etdirən bir ruhdur. Və bu bizə Əli İbn Əbu Talib əleyhissalamın bir hədisini xatırladır ki, orada buyurur: Dərmanınız içinizdədir, lakin hiss etmirsiniz. Xəstəliyiniz sizdəndir, lakin dərk etmirsiniz. Siz özünüzü kiçik bir varlıq sayırsınız, halbuki sizin içinizdə bütün kainat bükülmüşdür. Siz həqiqətən o açıq aydın kitabsınız ki, onun hərfləri ilə gizli olan aşkara çıxır. Buna görə də özünüzdən kənara baxmağa ehtiyac yoxdur. Əgər təfəkkür etsəniz, axtardığınız şey sizin içinizdədir. İndi bilirəm, bir çox insan öz-özünə düşünə bilər. Sən nə deyirsən, Əba Sadiq? Sən deyirsən ki, hər bir fiziki xəstəliyin və ya mərəzin mənbəyi mənim bir ruh tərəfindən sahiblənilməyimdir. Və mən deyirəm, xeyr, bu heç Hermesin öyrətdiyi şey də deyil və bu Əhl-i-Beyt əleyhissalamın öyrətdiyi şey də deyil. Amma onların dediyi odur ki, hər bir xəstəliyin, hər bir pis əhval-ruhiyyənin, hər bir bədbəxtliyin mənbəyi ruhani mənbədir. Sizin ruhunuzun daxilindəki nasazlıq və ya sizdən keçən, yaxud ətrafınızda olan ruhlardan gələn bəlalardır. Məsələn, həsəd və ya paxıllıq kimi. Bu, fiziki bədbəxtliyin ruhani səbəbidir. Yaxşı, bəs ölü dəniz əlyazmaları necə? Bu, indiki hisslərin və bu qısqanclıqların, bu günahların, bu mənfi xüsusiyyətlərin, cəhalətin bu əskərlərinin əslində ağıllı varlıqlar, ağıllı ruhlar olması faktına dair hər hansı bir başqa sübut tapa bilərikmi? Beləliklə, ölü dəniz əlyazmalarında icma qaydası adlanan bir sıra yazılar var idi və o, iki hakim qüvvədən bəhs edir. Bu, keçmişdə yaşamış qədim Yəhudi icması üçün bəzi icma qaydalarından bəhs edən qədim bir Yəhudi mətni idi və onun müəyyən bir bölməsində azğınlıq ruhuna qarşı olan həqiqət ruhundan bəhs edilirdi. Və qoşunlar və xüsusiyyətlər hər birinin altında fəaliyyət göstərən ruhlar kimi sıralanır. Yəni, bu, İmam Sadiq əleyhissalamın ağlın əskərləri və cəhalətin əskərləri haqqındakı hədisinə çox bənzəyir. Lakin o xüsusilə bildirir ki, onlar canlı, nəfəs alan ağıllı ruhlardır. Beləliklə, burada biz bu icma qaydasına nəzər salacağıq. Orada deyilir: Ustad Nur övladlarının hamısına təlimat verməli və onlara bütün bəşər övladlarının təbiətini sahib olduqlarını, ruhun növünə görə öyrətməlidir. Onların həyatda ikən gördükləri işləri cəza üçün yoxlanılmalarını və mükafatlandırılma vaxtlarını müəyyən edən əlamətləri öyrətməlidir. Elm tanrısından olan və olacaq hər şey gəlir. Mövcud olan və olacaq hər şey elm tanrısından gəlir. Onlar hələ mövcud olmadan əvvəl o, onların bütün dizaynını qurdu və onlara təyin olunduğu kimi vücuda gəldiklərində onun əzəmətli dizaynına uyğun olaraq baş verir ki, vəzifələrini dəyişilmədən yerinə yetirsinlər. Hər şeyin qanunu onun əlindədir və o, onların bütün ehtiyaclarını təmin edir. O, dünyanı idarə etmək üçün insanı yaratmış və onun üçün iki ruh təyin etdi ki, onun ziyarət vaxtına qədər onunla yerisin. Həqiqət və yalan ruhları. Həqiqətdən doğulanlar nur çeşməsindən qaynaqlanır, lakin yalandan doğulanlar zülmət mənbəyindən qaynaqlanır. Bütün salihlik övladları Nur şahzadəsi tərəfindən idarə olunur və nur yollarında yeriyirlər. Lakin bütün yalan övladları zülmət mələyi tərəfindən idarə olunur və zülmət yollarında yeriyirlər.
Zülmət mələyi bütün salihlik övladlarını yoldan çıxarır və onun sona qədər onların bütün günahları, haqsızlıqları, pislikləri və qanunsuz əməlləri Tanrının sirlərinə uyğun olaraq onun hökmranlığı səbəbindən baş verir. Onların cəzalarının hər biri və sıxıntılı vaxtlarının hər biri onun təqibinin hökmranlığı ilə baş verəcək. Çünki onun üçün ayrılmış bütün ruhlar nur övladlarını devirməyə çalışır. Deməli, onun burada dediyi nədir? Onun dediyi budur ki, bəşəriyyət bir düşmənlə üz-üzədir və düşmənin bütöv bir ruhlar ordusu var ki, onlar hücum edəcək və nur övladlarını yoldan çıxarmağa çalışacaqlar. Lakin İsrailin tanrısı və onun həqiqət mələyi bütün nur övladlarına kömək edəcək. Çünki nur və zülmət ruhlarını yaradan və hər bir hərəkəti onların üzərində quran və hər bir əməli onların yolları üzərində bərqərar edən odur. Və o, birini əbədi sevir və onun işlərində həmişə həzz alır. Lakin digərinin məsləhətinə nifrət edir və onun yollarına əbədi nifrət edir. Bunlar insanın qəlbinin aydınlanması üçün dünyadakı yollardır. Və bütün həqiqi salihlik yolları onun qarşısında düzlənsin və Tanrının qanunlarının qorxusu onun qəlbinə aşılansın. Təvazökarlıq ruhu, səbr ruhu, bol sədəqə ruhu, bitməyən xeyirxahlıq ruhu, anlayış ruhu, ağıl ruhu, Tanrının bütün əməllərinə güvənən və onun böyük məhəbbətli, lütfüne arxalanan qüdrətli hikmət ruhu, hər məqsəddə bəsirət ruhu, ədalətli qanunlar üçün səy ruhu, qəlb mətanəti ilə müqəddəs niyyət ruhu, bütün həqiqət övladlarına qarşı böyük xeyirxahlıq ruhu, bütün natəmiz bütlərə nifrət edən, heyran edici paklıq ruhu, hər şeyi anlamaqdan qaynaqlanan təvazökar davranış ruhu və həqiqət sirlərini sadiq şəkildə gizlətmə ruhu. Bunlar bu dünyada həqiqət övladları üçün ruhun tövsiyələridir. Beləliklə, əsasən bir başçı ruh var. Müqəddəs ruh, xeyirxahlıq ruhu, o ağılları olan bütün Adəm övladlarını tonlarla, ruhlarla gücləndirir. O, bu ruhları onun içinə yeridir və bu ruhlar yaxşı xüsusiyyətlərdir. Ağılın əskərləridir və əks tərəfdə doğrudur. Lakin yalan ruhunun yolları bunlardır. Salihliyi axtarmaqda tamahkarlıq və süstlük, pislik və yalanlar, təkəbbür və qürur, saxtakarlıq və hiylə, qəddarlıq və bol şər, pis xasiyyət və çoxlu axmaqlıq və həyasızcasına lovğalıq, şəhvət ruhunda törədilən mənfur əməllər və natəmizliyə xidmət edən əxlaqsızlıq yolları, küfr danışan dil, gözün korluğu və qulağın karlığı, boynun sərtliyi və qəlbin ağırlığı. Belə ki, insan qaranlıq və hilənin bütün yollarında yeriyir və bu ruhda yeriyən hər kəsin ziyarəti məhvedici mələklərin əli ilə gələn çoxsaylı bəlalar, Tanrının qəzəbinin intiqam alan hiddəti ilə əbədi lənət, əbədi əzab və bitməyən rüsvayçılıq, qaranlıq bölgələrin odunda biabırçı yox olma ilə birlikdə olacaqdır. Onların bütün nəsillərinin vaxtları kədərli matəm və acı səfalət içində, qaranlıq fəlakətlər içində keçəcəkdir. Ta ki onlar məhv ediləcək və aralarında geriyə qalan və ya sağ qalan olmayacaq. Bütün bəşər övladlarının təbiəti bu iki ruh tərəfindən idarə olunur və həyatları boyu insanların bütün orduları onların bölgülərindən bir paya, onların xüsusiyyətlərindən bir paya, o cizgilərdən, o əskərlərdən, o ruhlardan bir paya sahibdirlər və hər iki yola yeriyirlər. Beləliklə doğulan hər bir şəxs, onların müəyyən sayda xeyirxahlıq əskərləri, nurun, ağlın əskərləri və cəhalətin əskərləri var və onların əməlləri üçün bütün mükafat hər bir insanın bu iki bölmədəki payının böyük və ya kiçik olmasından asılı olaraq əbədi əsrlər boyu davam edəcəkdir. Eynilə İmam Sadiq əleyhissalamın dediyi kimi, o deyirdi, bütün yarışın sonu, nəticəsi ondan ibarətdir ki, nəbilər, rəsullar, Allahın qəlblərini imanla imtahan etdiyi möminlər, onlara doğuşda verilən bölgünü dəyişdirə bilirlər. Onlar nurun əskərlərinin daha böyük hissəsini və ya hamısını əldə edə
və özlərini zülmət əsgərlərindən xilas edə bilərlər. Çünki Tanrı ruhlara son əsrə qədər bərabər ölçüdə pay verdi və onların bölgüləri arasında əbədi nifrət qoydu. Həqiqət yalanın əməllərinə nifrət edir. Yalan isə həqiqətin bütün yollarına nifrət edir və onların mübarizəsi bütün mübahisələrində şiddətlidir. Çünki onlar birlikdə addımlamırlar. Lakin öz anlayışının sirlərində və öz şanlı hikmətində Tanrı yalan üçün bir son təyin etdi və ziyarət vaxtı onu əbədi olaraq məhv edəcək. Həqiqət yalanın hökmranlığı dövründə təyin olunmuş mühakimə vaxtına qədər pislik yollarında çabalayır. Bir daha baxın belə. Bu elə tam olaraq bizim dediyimiz şeydir. Əhl-i Beytin dediyi şeydir ki, Allahın və ya Adəmin bir dövləti var. Və iblisin bir dövləti var və biz indi iblisin dövlətindəyik. Yalanın hökmranlığındayıq. Nə vaxta qədər? Təyin olunmuş haqq hesab gününə qədər və ya qiyama qədər. Təyin olunmuş haqq hesab vaxtı dünyada əbədi olaraq zuhur edəcək. Tanrı o zaman insanın hər bir əməlini öz həqiqəti ilə paşlayacaq. O özü üçün insan bədənini, yalan ruhunun hamısını onun cisminin hüdudlarından kökünü kəsib atmaqla saflaşdıracaq. Deməli, elə bir vaxt gələcək ki, əsasən insanların üzərində olan bütün bu şər ruhlardan təmizlənməyə ehtiyacı olacaq. O, insanı bütün pis əməllərdən müqəddəslik ruhu ilə təmizləyici sular kimi paşlayacaq. O, onların üzərinə həqiqət ruhunu tökəcək ki, onları bütün iyrəncliklərdən və yalandan təmizləsin. Və o, paklanma ruhuna qərq ediləcək ki, salihlərə uca olanın elmini öyrətsin və səmavi övladların hikmətini yolun kamillərinə öyrətsin. Çünki Tanrı onları əbədi əhd üçün seçdi və Adəmin bütün şöhrəti onların olacaq. Artıq yalanlar olmayacaq və yalanın bütün əməlləri rüsvay ediləcək. İndiyə qədər həqiqət və yalan ruhları insanların qəlblərində mübarizə aparır və onlar həm hikmət, həm də axmaqlıq içində addımlayırlar. Beləliklə budur, burada cəm şəkilçisi ilə ruhlar deyilir. Və bu cəm sözdür, bu çoxlu sayda həqiqət ruhlarından, mələk qüvvələrinin şeytani qüvvələrlə döyüşməsindən danışır. Hamısı insanın qəlbinin daxilində, makrokosmosu əks etdirən mikrokosmosdadır. Və onlar həm hikmət, həm də axmaqlıq içində addımlayırlar. İnsan həqiqətdən olan payına görə yalanı nifrət edir və yalan aləmindəki mirasına görə pis olur və həqiqətə nifrət edir. Çünki Tanrı müəyyən edilmiş sona və yenilənməyə qədər iki ruhu bərabər ölçüdə bərqərar etdi. Və o, əzəldən onların əməllərinin mükafatını bilir. O, onları bəşər övladlarına bölüşdürdü ki, onlar xeyri və şəri bilsinlər və bütün canlıların taleyi ziyarət vaxtı onların daxilindəki ruhlara görə olsun. Burada bəzi tarot kartları var. Cənnət və cəhənnəm orakulu adlanır. Satılır, məşhurdur. İnsanlar onu alırlar, oynayırlar, istifadə edirlər və o, kabalistik yazılara və təlimlərə əsaslanır. Və burada görəcəksiniz ki, müxtəlif kartlarda təsvirlər var. Hər kartda bir tərəfdə mələk, əks tərəfdə isə bir şeytan var. Və hər bir şeytan bir pis xüsusiyyətin və ya cəhalətin bir pis əskərinin təzahürü olmalıdır. Məsələn, burada qalmaqal şeytanı, şəhvət və zəif iradə şeytanı, cilovlanmamış həyat tərzi şeytanı, əxlaqsızlıq şeytanı, qaydalara məhəl qoymamaq şeytanı var. Beləliklə burada Kabalada və yeni dövr dairələrində özləri başa düşərək və ya düşməyərək öyrədirlər ki, bu düşüncəyə görə bu hərəkətlər, yəni bu pis əməllər əslində ruhlardır. Onlar insanların içində dolaşır, bəşəriyyətin qəlbində məskən salırlar. Beləliklə burada Kabalada və yeni dövr dairələrində özləri də başa düşərək və ya düşməyərək öyrədirlər ki, bu düşüncəyə görə bu hərəkətlər, yəni bu pis əməllər əslində ruhlardır. Onlar insanların içində dolaşır, bəşəriyyətin qəlbində məskən salırlar və hər bir iblisin qarşısında yaxşı bir xüsusiyyətin və ya ilahi bir cizginin təzahürü, yəni birbaşa özünün təzahürü olan bir mələk dayanır. Ədalət mələyi, tapşırıqları öhdəsinə götürmə və tamamlanma mələyi,
sevgi və hikmət mələyi, islah mələyi, mərhəmət mələyi və s. İndi qədim Yunan, Roma və Misir sir təriqətlərinin və dinlərinin ilahlarına və ilahələrinə baxanda nə görürük? Görürük ki, məsələn, Nike, sürət, güc, qələbə, xüsusən də qələbə ilahəsi idi. Beləliklə, Nike həmin xüsusiyyətin qələbənin ilahi təzahürü kimi görülürdü. Əgər qələbə istəyirdinizsə, qələbə tanrısına müraciət etməliydiniz. Çünki qələbə tanrısı elə qələbənin özüdür. O yaradılışda qələbədir. Eynilə İmam Əli əleyhissalamın, Əli ibn Əbu Talib əleyhissalamın yaradılışda Rəhman olduğu kimi, əgər o yaradılışda qələbə olsaydı, onlar qələbənin heykəlini düzəldərdilər və ona müraciət edərdilər. Çünki qələbə istəyirdilər. Yaxşı, Afrodita o nə idi? O sevgi və arzunun təzahürü idi. Daik, ədalət ilahisi. Ədalətin elə öz təzahürü idi. Ares, qəzəbli müharibənin təzahürü. Afina, hikmətin təzahürü. Eyrene, sülhün təzahürü. Sexmet, müharibənin təzahürü. Hazor, sevincin təzahürü və Tot, hikmətin təzahürü. Beləliklə, heykəllər görünməyəni görmək və zahir olmayanı təzahür etdirmək üçün bir yol idi. Başa düşürsünüz? İnsanlar dərk edirlər ki, siz bu şeyləri görə bilmirsiniz. Onlar təzahür etməyib və buna görə də onları təzahür etdirmək istəyirdilər. Onlar görünməz idilər, onları görünən etmək istəyirdilər. Buna görə də o enerjiləri ram etmək, o xüsusiyyətləri ram etmək, o heykəlləri və cizgilərlə bədənləşdirmək və onlara müraciət etmək üçün heykəllər tikirdilər. İndi burada sizin üçün oxuyacağım çox maraqlı bir hissə var. Düşünürəm ki, bu inanılmaz dərəcədə füsunkardır. Bu ərəb dilindəki bir qrimuardandır və o heykəllərdən bəhs edir. Və orada deyilir ki, bu daşı öz zəhməti ilə ilk dəfə birləşdirən Hindistan krallarından biri və böyük müdrik kral Behəntətər olmuşdur. Manif şəhərini quran da o idi. Orada o əzəmətli binalar inşa etdi və o binalarda danışan təsvirlər, danışan heykəllər qurdu. Onları o düzəltdi. Sevgi üçün hesablamalar aparmaq məqsədi ilə rəqəmlərdən necə istifadə etməyi kəşf edən də o idi. Bu isə hinduların sahib olduğu böyük möcüzələrdən biridir. Onlar bu rəqəmləri yemək və içkiyə və ya başqa bir şəkildə yazırdılar. Sonra 2 nəfərə bu rəqəmlər yeməkdə və ya içkidə veriləndə onlar böyük dost olurdular və bir-birindən çox razı qalırdılar. Beləliklə, əgər onlar bu rəqəmləri yesəydilər, əgər 2 uyğun rəqəm varsa, hər biri bir rəqəmi yeyirsə, rəqəmlərdən asılı olaraq yaxşı və ya pis olurdular. Əgər adı çəkilən rəqəmlər ağaca oyulsa və çörək və ya hər hansı başqa yeyilə bilən şey onlarla möhürlənsə və sən onu kiməsə yeməyə versən, o böyük bir sevgi ilə sənə aşiq olacaq. Əgər o rəqəmlər paltarına yazılsa, geyimlərin səndən alına bilməz. Və əgər onları müştəri cəlb etmək üçün küçəyə asılan pankartlara yazsanız, onlar sizə müştəri gətirəcək. Bu rəqəmlərin kiçiyi 220, böyüyü isə 284-dür. Bu rəqəmlərdən istifadə qaydası. Buradan hesablama hissəsinə keçir. Sonra deyilir ki, bu kral Misir əhli üçün 12 bayram təsis etdi. Yaxşı, deməli, indi bir keçidimiz var və indi Misirdə bir təsir var. 12 ayda, yəni hər ayda bir dənə bayram təsis edilir. Sonra o tamamilə təsvirlərlə, heykəllərlə əhatə olunmuş bir ev tikdi. Və o, bu heykəllərdən Misir əhlini bütün xəstəliklərdən sağaltmaq üçün istifadə edirdi. Onların hər birinin başında ona təyin edilmiş xəstəlik təsvir edilmişdi. O yerin əhalisi çox vaxt öz xəstəliklərini o təsvirlər vasitəsilə sağaldırdılar. Aşağıdakı şəkildə. Onlar heykəllərə yaxınlaşır və xəstəliklərini sağalmaq istədikləri müvafiq xəstəliklər üçün təyin edilmiş heykəllərə danışırdılar və dərhal sağalırdılar. Həmin kral həmçinin gülən bir adam şəklində bir təsvir düzəltdi və o heykəlin fəziləti və gücü bu idi. Yaxşı,
Deməli o nəyin heykəlini düzəltdi? Gülən bir adamın və bu güc idi, mahiyyət idi. Onun aşağıya çəkdiyi əsgər idi. Kədərdən, kədər ruhundan əziyyət çəkən hər kəs kədər ruhundan, yəni melanxoliyanın sahibləndiyi hər kəs o heykələ baxardı və dərhal nəşələnib gülərdi. Onu narahat edən düşüncələr isə unudulub gedərdi. Ümumilikdə onun heykəllərinin təsirləri o qədər yayıldı ki, o şəhərin insanları krala sanki bir tanrı imiş kimi ibadət etməyə başladılar. Həmin kral həmçinin şəhərdə 2 qanadı açılmış bürünc heykəllər düzəltdi və bunlar tamamilə qızılla örtülmüşdü. Sonra o, onları əhd sandığının üzərindəki mələklər kimi şəhərin müəyyən yerlərinə yerləşdirdi. Onların xüsusiyyəti bu idi ki, onların yanından keçən və zina etmiş hər kəs, istər kişi, istərsə də qadın olsun, öz ayıblarını açırdılar. Bu onları məcbur edirdi, belə ki, əgər heykəlin yanından keçsəydilər və zinada günahkar olsaydılar, paltarlarını soyunurdular və soyunmadan o təsvirlərin yanından keçə bilmirdilər. Özlərini açan hər kəs istər zinakar kişilər, istərsə də qadınlar. Kralın hüzuruna aparılırdı və həmin cinayətdə günahkar olduqları həqiqətən bilinirdi və həmin şəhərin qanunlarına uyğun olaraq ədalətlə cəzalandırılırdılar. Məhz bu səbəbdən o şəhərin həm kişiləri, həm qadınları bu cür pis əməllərdən uzaq dururdular. Beləliklə o salih bir kral idi. Elə bir salih kral idi ki, xüsusi bir elm vasitəsilə Allaha qarşı konkret cinayətlərində kimin günahkar olduğunu qabaqcadan bilə və ya kəhanət edə bilərdi. Və o, onları ədalətlə mühakimə edib, o pisliyi şəhərindən yox edə bilirdi. Həmin kral həmçinin saxsı bir qab düzəltdi. Onu su ilə doldurdu. Bütün ordusu ondan içirdi. Lakin içindəki su azalmırdı. Bu kral nə vaxt yaşayıb? Böyük İskəndər dövründə və deyilir ki, o, bu qabı bəzi digər möcüzələrlə birlikdə ona təqdim etmişdi. Yəni o, İskəndərin eyni vaxtda başqa bir bölgədə yaşayan digər bir peyğəmbərin dostu idi. Qab, elmin süni ustalığı, təbiətin xassələri və planetlərin və sabit ulduzların ruhlarının gücləri haqqında elmlər əsasında hazırlanmışdı. Hindistan kralı Akaymın Nube şəhərinin qapısında düzəltdiyi və qara mərmərlərdən olub, içi tamamilə su ilə dolu olan sütun da eyni üsulla düzəldilmişdi. Ondan nə qədər götürülsə də su heç vaxt azalmırdı və bunun səbəbi o idi ki, o düzəldildiyi sənət əsərinin fəziləti ilə havanın rütubətini cəlb edirdi. Kral bu işi insanların xeyri üçün inşa etmişdi. Çünki şəhər Nil sahillərindən uzaq və duzlu dənizə yaxın idi. Və buna görə sonradan belə olurdu ki, günəş şüaları vasitəsilə dənizin suyundan qatı və rütubətli buxarlar qalxırdı. Onların ən lətif olanları havada duzdan təmizlənirdi və həndəsənin və sehr elminin ən incə ustalıqları vasitəsilə sanki havadan süzülüb o sütuna enirdi. Məhz bu səbəbdən yuxarıda qeyd olunan cazibəyə görə sütunda su heç vaxt azalmırdı. İndi bilirəm ki, bu axşamki mövzu çox ağır bir mövzu idi. Lakin bu yazıları nəzərdən keçirmək çox vacib idi ki, siz bunu görəsiniz. Çünki bu əslində çox böyük bir şey aparır. Heykəllərə ruh üfürülməsi baxımından getdiyimiz yerin kulminasiya nöqtəsi ilə əlaqəli olan bir şeyə və sizi bu təsvir ilə baş-başa buraxırıq. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.